Gününüz nura boyansın. Çox hörmətli ANSMB mediasının izləyiciləri. Sizlərlə yenə də ANSMB tribunası verilişinin günün icmalı rubrikasındayıq. Azəri Neytral Sərt Millətsevərlər Birliyinin ideoloji katibi Sərraf Azəri bəy mikrofon önündədir. Hörmətli izləyicilər, istərdim ki, öncə sizləri günün xəbər icmalının qısa xülasəsi ilə tanış eləyim. Ona görə də anonsları təqdim eləyirəm. Beləliklə, anonslar. Ukraynanın Xarkov şəhərinin vilayət dövlət administrasiyasının rəhbəri hansı faktı açıqladı? Cavab bizdə. Yəmənin paytaxtında nə baş verdi? Hadisənin təfərrüatları. 3-cü Dünya müharibəsinin səbəbkarı kimdir? Amerika Birləşmiş Ştatlarının məşhur sorğu qrupunun əldə etdiyi nəticələr. Almanlar ölkəni kimə tapşırdılar? Onun adını ANSMB tribunasından eşidəcəksiniz. Hansı iki nüvə dövləti bir-biri ilə müharibəyə başladı? Günün əsas hadisəsinin təfərrüatları. Çeçenistan liderinə nə olub? Sualın cavabı ANSMB tribunasından veriləcək. Təbii ki, hörmətli izləyicilər, indi təfərrüatlara keçirik. Rusiya Ukraynaya müddətinə görə ən uzun hücum həyata keçirib. Putin ordusu praktik olaraq 20 saat ərzində ölkənin şəhərlərinə onlarla hərbi təyinatlı pilotsuz uçuş aparatı istiqamətləndirib. Rusiya Federasiyasının birinci hədəfi Odessa vilayətində olub. Dan yeri ağarandı isə Moskva, Xarkov şəhəri üzrə kütləvi zərbələr indirib. Şəhərə zərbə girənləri ilə o ki var döşüblər. Ən azı 11 adam xəsarət alıb. Xarkov vilayət dövlət administrasiyasının başçısı Oleg Sinegubov hücumun törətdiyi nəticələrin təfərrüatlarını açıqlayıb. O deyib. Düşmən Geran 2 tipli 20 hərbi təyinatlı pilotsuz uçuş aparatı ilə şəhərin Şevçenkovski, Kiyevski, Industrialny və Xolodnogorsk adlı 4 rayonuna 8 məhəlli istiqamətdə hücum eləyib. Şəhərin Barabaşova adlı ən böyük bazarı yanğına məruz qalıb. 20 ticarət pavilyonu tamamilə məhv olub. 80-də isə ziyan dəyib. Yaşayış binaları və park edilmiş avtomobillər də atəş altına düşüb. Qeyd eləyək ki, Ukrayna da öz növbəsində Rusiyaya cavab zərbələri indirib. Ukraynanın zərbə dronları Rusiyanın 13 hava limanını iflic vəziyyətə salıb. Rusiya tərəfi hava sahəsinin bağlanılması səbəbindən hava gəmilərinin təxirə salınmadan endirilməsi barədə qərar qəbul edib. Ümumilikdə 30 təyyarə təyinat nöqtəsinə enə bilməyib. Növbəti xəbərimiz isə İsrail ilə bağlıdır. Onu təqdim edirəm. İsrailin Naariya radiosunun verdiyi məlumata görə son 24 saat ərzində Yəmənin Səna şəhərində yerləşən və Xusitlərin nəzarət altında olan ölkənin əsas beynəlxalq hava limanına və digər obyektlərə ağır aviasiya zərbələri indirilib. İsrail komandanlığı hava limanının tamamilə məhv edildiyini bildirib. France Press agentliyi ölkənin paytaxtı Səna şəhərində yerləşən beynəlxalq hava limanının tamamilə dağıldığını təsdiq edən nümayəndəsindən stat təqdim edib. Statda deyilir: Yəmən hava yolları aviaşirkətinə məxsus olan 7 təyyarədən 3-ü Səna hava limanında məhv edilib. Hava limanı isə tamamilə dağıdılıb. İsrail komandanlığı bəyan edib ki, endirilmiş aviasiya zərbələri Xusitlərin hava limanındakı strukturunu büsbütün məhv edib və ölkənin paytaxtında yerləşən bir neçə mərkəzi elektrik stansiyasının fəaliyyəti iflic olub. Xatırladaq ki, Saxalın Yəməndəki hərbi əməliyyatları Amerika Birləşmiş Ştatları ilə əlaqəli həyata keçirilir. Hörmətli izləyicilər, növbəti məlumatımızın mənbəyi
The Guardian qəzetidir, onu təqdim edirik. The Guardian qəzetinin verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları və Qərbi Avropa sakinlərinin əksəriyyəti 3-cü Dünya müharibəsinin yaxın 5-10 il ərzində başlaya biləcəyi qənaətindədir. Onların qənaətinə görə Rusiya ilə gərginlik dağıdıcı müharibənin əsas səbəbi olacaq. YouGov sorğu qrupunun keçirdiyi sorğunun nəticəsinə görə respondentlərin 68%-dən 78%-ə qədəri yeni müharibədə nüvə silahından istifadə olunacağını gözləyir. 57%-dən 73%-ə qədəri isə onun 1939-1945-ci illər arasında baş vermiş 2-ci Dünya müharibəsindən daha çox itkilərə səbəb ola biləcəyini düşünür. Respondentlərin 25%-dən 49%-ə qədəri isə qeyd edirlər ki, 3-cü Dünya müharibəsi planetin əhalisinin tən yarısının qırılmasına səbəb olacaq. Sorğu edilənlərin 82%-i müharibənin səbəbkarı kimi Rusiyanın adını çəksə də, müəyyən qism respondent İslam terrorizminin onun katalizatoru olacağını söyləyir. Növbəti məlumatımızsa Almaniya ilə bağlıdır. Onu təqdim edirəm, hörmətli izləyicilər. Almaniyadan daxil olan məlumata görə Bundestagın deputatları axır ki, mühafizəkarların lideri Friedrich Mersi ikinci cəhddən sonra ölkənin kansleri seçdilər. Məlumata görə o, 2-ci Dünya müharibəsindən sonra Alman mühafizəkarlarının bu mötəbər vəzifəyə seçilmiş 10-cu nümayəndəsidir. Bundestagda ikinci səsvermənin gedişi zamanı tarixi məğlubiyyətdən bir neçə saat sonra ilk dəfə olaraq deputatlar onun hökumət başçısı vəzifəsinə namizədliyinə tərəfdar çıxıblar və bundan ötürü 316 səsin verilməsi tələb olunub. Ancaq Mersin koalisiyası isə 328 mandata malikdir. Birinci turda ona 310, ikincidə isə 325 deputat səs verib. Səsvermə gizli olub və hələ də aydın deyil ki, artıq kansler olan bu şəxsi koalisiyadan dəstəkləməyənlər kimlərdir? Mersin koalisiyasını sağ mərkəz təmayüllü Xristiyan Demokratik İttifaqı və ona qohum olan Bavariya Xristiyan Sosial İttifaqı təşkil edir ki, sabiq kansler Olaf Scholz'un başçılıq etdiyi sol mərkəz təmayüllü sosial demokratlar da onlarla birləşiblər. Yeni kanslerin portfelindəki əsas dasyeni isə Ukraynada müharibə, Trumpın münaqişə ticarət siyasəti və daxili problemlərə aid məsələlər təşkil edir. Növbəti məlumatımız isə günün ən mühüm hadisəsi ilə bağlıdır. Onu Dost televiziya kanalından almışıq. Beləliklə məlumatı təqdim edirəm. Dost televiziyasından verilən məlumata görə iki nüvə dövləti bir-biri ilə müharibəyə başlayıb. Hindistan Pakistana zərbə endirib. Yeni Dehli Sindura adlı hərbi əməliyyat keçirdiyini elan edib. Hindistan hakimiyyəti Pakistanda və Kəşmirin onun nəzarət etdiyi hissəsində mövcud olan terrorçu infrastrukturun hədəfə alındığını təsdiqləyib. Ancaq bununla bahəm Pakistanın hərbi obyektləri üzrə zərbələrin endirilməsi faktı öz təsdiqini tapmayıb. Sosial şəbəkələrdə isə gecə hücumlarının videosu yayılıb. İslamabaddan verilən məlumata görə hücum nəticəsində 26 adam ölüb, 46 nəfər isə xəsarət alıb. Hindistan rəsmiləri 2 məscidə zərbə endirilməsi barədə məlumatı təsdiqləyiblər. Pakistan Baş naziri Hindistanın hərəkətlərini müharibə əməli kimi şərh edib və Pakistanın ona qərarlı cavab vermə hüququna malik olduğunu bildirib. Pakistan özünün hava məkanını 48 saat müddətində bağlı elan edib. Ölkənin silahlı qüvvələri isə bəyan edib ki, onlar tərəfindən Hindistan ordusunun briqada qərargahı məhv edilib və 5 qırıcı təyyarəsi vurulub. Qeyd edək ki, məlumat Vaşinqtonda da təsdiqlənib. Hörmətli izləyicilərimiz,
İndi isə xəbər icmalımızın sonuncu məlumatını təqdim eləyirəm. Beləliklə dinləyin. Çeçenistanda məmurlar artıq öz kabinetlərindən 17 yaşlı Adəm Kadırovun portretlərini asmağa başlayıblar. Yeni Avropa qəzeti apardığı yeni jurnalist tədqiqatına əsasən məlumat yayıb ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin vəziyyəti yenidən pisləşib. O, paytaxt Qroznodan kənara getməkdən imtina edib və günün çox hissəsini xəstəxanada keçirir. Dövlət başçısının xəstəliyinə məadaltı vəzinin nekrozu diaqnozu qoyulub. Artıq respublikada hakimiyyətin dəyişdirilməsinə hazırlıq işləri gedir. Qurulan siyasi planlarda Ramzan Kadırovun böyük qızı Ayşət Kadırova vacib rol oynayır. Beləliklə, hörmətli izləyicilər, günün icmalı burada yekunlaşır. İnşallah növbəti xəbər proqramlarında günün icmalı rubrikasında yenə də görüşərik. Hələliksə sağ olun, salamat qalın.